Hər birinizi xoş gördüm, dəyərli müştərilərim. Sizlər üçün bir dənə bağ evi tapmışam. Bəh, bəh, bəh. Bağ evi deyib keçməyin. Bu evdə yayı da, qışı da rahatlıqla yaşaya bilərsiniz. Biraz istədim gəlim sizlər tərəfə. Mərdəkandayıq. 11 sotun içində 260 kvadratlıq sizlərə tam əşyalı bir ev təqdim edəcəm. Bu videoya sona qədər baxın. Amma hər zaman dediyim kimi mənə belə inanma qardaş. Bu gözəlliyə inanmayın. Ev bizi alanda mütləq və mütləq formada yoxlatdırın. Bunu mən hər bir evdə deyirəm, hər bir videolarımda deyirəm. Yoxlatdırın, sonra alın. Bax, burada manqalı. Görürsünüz, mənim ən sevdiyim yer fərqli bir manqaldır. Hara gedirsiniz? Aynur xanım, hara gedirsiniz? O şeydə deyirik, gəlirsiniz, gəlin, gəlin. Gəlin gedək. Burada yayı da, qışı da ailəvizlə rahat əyləşib, dostlarımızla yeyib içə biləcəyimiz bir dənə besetkası. Burada sanitar qovşağı. Evdə ev tam əşyalıdır. Kondisionerləri, televizorları hamısı hazırdır. İndi görəcəksiniz inşallah bir iki dəqiqə sonra. Burada yaşıllığını, meşəliyini görsünüz. Giriş tərəfini göstərmək istəyirəm sizlərə. Mərdəkanda Dalğa Arena yolunun üzərində yerləşir bağımız. Bilmirəm dedim ya yox. Rahat marketin arxa tərəfində yola yaxındır. Yayı da, qışı da rahatlıqla qala bilərsiniz. Əvvəl deyirdik bağ evləri. Dilimizə yatıb bu bağ evləri. Demək olar ki, mənim müştərilərimin 90%-i yayı, qışı yaşamaq üçün alır. Çünki Mərdəkan elə bir yerdir ki, hamı rahatlıqla yaşaya bilir. Evin ətrafını bir dənə gəl göstərək, zəhmət olmasa. Görürsünüz, evin ətrafını tam dövr eləmək mümkündür. Fırlanıb gəlib bu tərəfdən çıxar. Burada qarajı, orada kombi sistemi yığılıb. Ev tam gördüyünüz kimi keramogranitlə üzdənilib. Tikintinin videoları, şəkilləri var. Hovuzdan sizə biraz söhbət edeyim. Hovuz möhtəşəmdir də, yəni. 10 metr uzunluğunda, 6 metr enində, 1,60 dərinliyində daşma tipli isitməli esenjoru da var bu hovuzun. Gəlin indi keçək evin daxili ilə tanış olaq. Qiymətini sonda deyəcəm, səbirsiz olmayın. Demişəm, keramograniti dedim. Demişəm. Nə yaxşı ki, sən varsan, olmasan neyniyərdik biz? Gəl evdə görüşərik. İndi də gəlin, gözəl müştərilərim, bu gözəlliyin daxili ilə də tanış edeyim sizləri tam ətraflı. Bəzən müştərilərimiz sual verirlər ki, bu evin qiyməti niyə belə bahadır, bu biraz ucuzdur. Qınamıram, özünüz də çaşbaş qalırsınız. Onun yerlərindən asılıdır, işlənilən materiallardan asılıdır. Məsələn, bu evin divarlarında aboy da vura bilərdi. Amma bu taxtalardan, məsələn, dekorlardan istifadə edib, bu avtomatik evin qiymətini qaldırır. Bu bir mənalıdır. İndi gəlin evi gəzdikcə başa düşəcəksiniz ki, nədən söhbət gedir. Amma yenə də biz hər zaman dediyimiz kimi, Rüfət Aynur əmlakın izləyiciləri olaraq hamımızın bir sözü var. Evimizi nə edirik qardaş? Yoxlatmadan almırıq. Bəli, yoxladırsınız, sonra alırsınız. Ya Allah! Gəlin bu gözəlliylə yavaş-yavaş tanış olaq. Bu birinci yataq otağı. Fikir verin, kondisionerdən tutun hər bir şey var. Baxın, televizoru belə qoyulub. Yəni, bura bir dənə şəxsi əşyalarınızı götürüb, gəlib rahatlıqla, övladlarınızla, ailəvizlə rahat yaşaya bilərsiniz. Bu evdə can deyib, can eşidə bilərsiniz inşallah. Burada da bir yataq otağı. Fikir versiniz, divarlarını necə maraqlı dekorlarla ediblər. Mən bəyəndim. İnşallah siz də bəyəndinizsə, orada like düyməsinə toxunun ki, bu video çoxlarının qarşısına çıxsın. İzləyicilərim bizə dəstək olsunlar. Tavanın hündürlüyü 4 metrdir. Baxın, belə bir geniş 35 kvadratlıq bir mətbəxi var. Mətbəxdə bütün avadanlıqlar qoyulub. İndi də mən o xırdalıqlarına getməyəcəm. Ay nə bilim, qab yuyanı olsun, paltar yuyanı olsun, var. Amma açıb göstərməyəcəm ki, videomuz çox uzanmasın. Hətta burada fikir versəz yuxarıda Wi-Fi-na belə qədər kameraları, Wi-Fi, hər bir şey var. Burada da 3-cü yataq otağı və özünün sanitar qovşağı.
Gəlsin kameramız zəhmət olmasa göstərsin. Baxın, qapıların bu hündürlüklərinə fikir verin. Bax, bunların hamısı pul deməkdir. Yəni, bu standart qapı deyil. Bilənlər bilir, zaten göz qabağındadır. Şükür Allah'a, mənim xalqım hər bir şeyin dəyərini dəyərləndirməyi daha doğrusu düzgün bilirlər. Burada da çamaşırxanasını görürsünüz. Və evdə 4 yataq otağı var. İndi keçdik 4-cü yataq otağına, özünün sanitar qovşağı. Baxın, görün güzgüdə necə düşürəm. Yəni, kamerada yaxşı düşürəm, maşallah. Gəldik bu yataq otağı da valideyn otağı dediyimiz ən geniş yataq otağıdır. Və bunun ən çox bəyəndiyim bir yeri var. Buna bax, hovuz mənzərəsinə bax. Bəh, 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 bəh. Adam burada qozalmaz vallahi qardaş. Burada da dolab otağı. Mən istəyirəm sizə tam ətraflı göstərim ki, o qədər belə evlər satmışam. Müştərilərimiz o qədər olub ki, deyir Rüfət, oturub demişəm, gəlin bəs bir evə baxın, sonra beyləşək. Deyir qardaş, biz baxmışıq. Ev o qədər ətraflı çəkmişəm ki, müştərilər hamısını görüblər. Ona görə də mən çalışıram ki, YouTube videolarını daha ətraflı çəkim ki, tam ətraflı evi görə bilərsiniz. Bax, məsələn, bu tərəfdən də oranı götür, zəhmət olmasa Aynur. Aynur xanım da kamerasını heç kimə vermir də, deyir bu mənlikdir. Allah rızığınızı bol eləsin, dəyərli müştərilərim. Canınız sağ. Nə deyim başqa sizlər üçün? Bir də cibiniz dolu olsun. Bu evin qiymətini 980 min manat deyirik. Start olaraq təbii ki, real alıcılarda da real qiymət deyiləcək inşallah. Özünüzdən müğayət olun. İzləmədə qalın. Görüşərik. Hələlik.